Biz dinləyirik, amma qınamırıq. Deməli, bir dəfə sən məndən imtahanda sualın cavabını soruşmuşdun. Cavab A variantı idi, amma mən sənə özüm qəsdən dedim ki... Mən o kəsilirdim imtahandan. Mən o imtahandan kəsilirdim. Çünki heç vaxt oxumurdum. Biz Dinləyirik, amma qınamırıq. Bir dəfə bizim bir dost qrupumuz var. Nəcəfin də çox sevdiyi və tanıdığı bir dost qrupudur. Hamımız şəhərə getmək üçün yığışmışdıq. Nəcəf də mənə yazmışdı ki, bəs birlikdə şəhərə gedək. Mən də həmin o qrupdakılara yazdım ki, bəs gəlin görüşək. Gəlin görüşək. Həmin gün görüşdük, amma Nəcəf səni çağırmadı. Həmin o dost qrupuyla hazırda əlaqədəsən təsdik. Nə era var, tərafatsız? Tədə, hə. Neyim bu? Yəni, əslində... Mədiyəsinə çağırmadıq, dəvət edə bilmədik. Biz dinləyirik, amma qınamırıq. Deməli, bir dəfə sənin yaxın dostun var idi. Bir dənə universitetdə adını çəkmək istəmirəm. Onunla sən arvu vurmağa görə bir-birimizə yalancı sözlər soxub gətirirdim ki, axırda dolaşasınız. Kim idi ki? Sonra axırda dolaşdınız. Kim idi? Demirəm. Qulağıma dinə, qulağıma dinə.